Ay qonşu. Eşitmir. Ay qonşu. Hadi xəbər eləyin də soğukdur. Eşq olsun mənim təzə qonşularıma. Bax işte yine içeride de santexnik istəyir. Döymüsən qapını eşitməmişəm. Eyv yo, geldim ki bir tanış olaq diyorum kimdi bu eve köçə. Necə oldu, necə aldınız, neçə aldınız, nətər aldınız? Necə aldım deyəndə ki, mənim köhnə evim var idi. Satdım ona 50 minə. Üstü biraz düzəlmədi. Apardım maşını qoydum Brand Avtokiltdə. Sağ olsunlar. Aylığı cüzi. Nömrəm də qaldı üstündə. Elə pulu götürdüm evə aldım. Prosta Nə? Nə Kreditə bilim. görə narahatsan. Ha, narahat olma, qurban olduğum yetirər ödəyərsən. yox, kredit də öyrəyə qonşu. Sənə başvurdum. Bir şey sərdən başa düşmürəm ki. Bax ev təzə. İçindəki əşyalar təzə. Amma santexnik köhnə evimizə gələn santexnikdir. Yəqin buralarda yaşayır. Yo, bu tərəflərdə santexnik qalmır. Sən məncə həyatında nəyisə dəyiş. Deməli də, geyimmi deyirsən? Yo, yo, belə şəxsi olaraq da məsələn yeriyən nəyisə dəyiş. Samsun, heç də başa düşmürəm. Gəl evə, gəl evə. Ay, yo, hər ehtimala qapını döy sonra girək. Allah qapını öş döyürəm, arvad da evdə bir də santexnik. Gəl evə, Hər narahatım. ehtimala da mən də biraz ağzı boş adamam, yaymayın məhlədə.